Salam, gününüz xeyir olsun. Bugün sınaq 2-dən testlər işləyəcəyik. Maşın sözü hansı nümunədə məcazi mənada işlənir? Maşını ilə qazıyaraq təzə kanal təbiəti mat qoyurmu hünərinə? Burada məcazi deyil. Hərgah pambıq yığan maşınlardan geniş istifadə edilsəydi, bunlar olardı mı? Xeyr. Həmin ilin qışında Bakıya qəşəng qar yağdı. Dərslər dayandı, maşınlar, tramvaylar işləmədi. Burada həqiqidir. Hər yandan işə düşüb təbliğatın nəhəng maşını. Bəli, burada maşın sözü məcazi mənada işlənir. D. 2. Hansı frazeoloji birləşmənin qarşılığı səhv verilmişdir? Meydan oxumaq, döyüşə çağırmaq, kədələmək, bəli. Aralarından su keçməmək, mehriban, möhkəm dost olmaq, bəli. Əsəbləri ilə oynamaq, hirsləndirmək, bəli. Çiçəyi çıtlamaq, xoşagəlməz halla üzləşmək, xeyr, çiçəyi çıtlamaq, sevinmək mənasındadır. Cavab D. 3. Məna tayları eyni nitq səsinə aid olan amonimləri müəyyənləşdirək. Əsər oxuma, yəni əsər, hekayə falan isim. Bir də əsər əlamət, bunu götürək. Saz, biri çalınan saz, alət, isim, amma saz, sifət, ikini götürə bilmərik. Qabaq, kürək, qabaq tərəf bu sifət, amma qabaq, balqabaq mənasında isim olmaz. Kürək, bel mənasında insan beli, bir də qazmaq üçün bel, bəli, bu da eyni nitq səsidir. Cavab C variantıdır. Növbəti sualımız, həqiqət sözünün leksik təhlilə bağlı fikirlərdə hansı səhvdir? Sinonimi var, düzdür. Çoxmənalılığı olan sözdür, bu səhvdir. Leksik mənası doğru göstərilməyən sözləri müəyyənləşdirir. İzdiham, bir yerə çoxlu cəmaat yığılması, böyük cəmaat kütləsi, bu doğrudur. Doğrudursa deməli B, Y variantı getdi. Qüssə, qəm, kədər, bəli, 2 də getdi, bu da doğrudur. Aram-aram, yavaş-yavaş, asta-asta, bu da doğrudur. Sayrışmaq, işığı azalmaq yox, bərq vurmaqdır. 4 səhvdir. Təskinlik deyilən sözün mülahizənin doğru olduğunu təsdiqləmək, xeyr, bu da səhvdir. Deməli, A variantı. Sözlərdən birinin həm sinonimi, həm də antonimi var. Qovaq, bədii, tərəddüd, günbəgün, sakit. Səssiz, səmirsiz, sakit, danışan, iki danışqan da. Deməli, Y variantı. 7. Hansı cümlələrdə məcazi mənalı söz işlənmişdir? O, amansız bir təlaş, tutqun bir həyəcan içində nəyə isə qulaq verərdi. Deməli, qulaq vermək məcazidir. Burada hər daş, hər cığır, hər kol mənə tanışdır. 2 həqiqidir. Yerə düşmüş dolu tez-tez çaxan ildırım işığında şüşə kimi parlayıb qeyb olurdu. Bəlkə biz görüşdük bir gün hardasa, bu da həqiqidir. Meşədəki dərin sükutu məcazidir. Deməli, 3, daha doğrusu 1-5 da, 3-5 yox, 1-5. Deməli, qulaq vermək və dərin sükut, 1-5, C variantı. Hansı bənddə sözün çoxmənalılığına nümunə verilməmişdir? Uşağın dişi ağrıyırdı, mişarın 2 dişi qırıldığından ağacı kəsməkdə çətinlik çəkirdilər. Deməli, yoxdur deyir, amma burada var. Deməli, birlər getdi. Birlər həqiqidir. Bu an qapı açıldı, bu günləri daim an. Bunlar götürəcəyik. Adam işdə bişər, yemək çoxdan bişmişdi. Çoxmənalı verilmir. Deməli, burada adam bişər, burada çoxmənalıdır, amma 2 həqiqidir. Deməli, 2-ni götürəm, 3-ü götürmürəm. Daşı götürüb qapıya vurdu. Əlindəki çubuqla qarşısına çıxan kolları vururdu. Kolları vurmaq məcazi deyil. Deməli,
Qapıya vurmaq həqiqidir. 2, 4 Y variantı. Yalnız leksik mənalı sözləri əsasən hansı bənddə göstərilən nümunədə işləndiyini müəyyənləşdirin. Gücsüzlüyüm desən, qüdrətim desən, sənsən dostum mənim, düşmənim mənim, işığım da sənsən, zülmətim desən. Nəbi Xəzrinin misralarından ibarət cümlədə nədir? Leksik mənalı sözləri, yalnız leksik mənalı sözlər əsas hansı bənddə göstərilir? Deməli, gücsüzlük, qüdrət, antonim sözlər və amonimli olan sözlərdir. Burada antonimlik var, amma amonimlik yoxdur. Yalnız antonim var. Bəli, antonim dedikdə buradakı dost düşmən var, işıq zülmət var. Bəli, elə B variantı. Və 10-cu sual. Hansı frazoloji birləşmələr bir-biri ilə sinonimdir? Keyfinə soğan doğramaq, qanını qaraltmaq, çiyin-çiyinə vermək, gümanı gəlmək, ilan dili çıxarmaq. Burada bir-biri ilə sinonim olan frazoloji birləşmələr keyfinə soğan doğramaq və qanını qaraltmaq. 1 ilə 2 cavab A variantı.